Bilirəm ki, bir çoxunuz təmizlik vloqlarını çox sevirsiniz. Mən də hər zaman çəkmək istəyirəm. Sadəcə buna həmişə vaxt olmur. Düzü, gündəlik təmizlik etsək də video formasında hər zaman çəkmək alınmır. Bu dəfə də qaz peçimi təmizləyərkən sizin üçün çəkmək istədim. Qaz peçini təmizləyərkən ən çox cif kremdən istifadə edirəm və məncə ən yaxşı vasitələrdən biridir. Bir də sizə bir metod bölüşmək istəyirəm. Düzü, burada göstərməsəm də, əgər qaz peçinin üstündə qurumuş ləkələr varsa, adi qəndi üstünə sürtərək həmin ləkələri təmizləyə bilərsiniz. Bir dəfə yoxlayın. Əgər alınsa, rəylərdə siz də fikirlərinizi yazarsınız. Mən bunu çox yoxlamışam. Sim vasitəsilə etdiyimiz zaman qaz peçinin üstü cızıla bilir. Buna görə də ən yaxşı vasitələrdən biri elə qəndlə təmizləməkdir. Bundan sonra artıq neçə vaxtdır ki, bu dəmirləri təmizləmək istirdim. Gündəlik qazın üstü silinsə də, bu dəmirləri hər dəfə təmizləmək alınmır. Bu dəfə isə bunları təmizlədim. Sim vasitəsilə tərtəmiz oldular. Mən təmizlik etməyi çox sevirəm. Sadəcə bunu vaxt edib hər dəfə paylaşmaq olmur. Bundan sonra çalışacağam ki, sizə də motivasiya olsun deyə belə vloqları daha da çox çəkim. Əgər video xoşunuza gəldisə, bəyənib rəy yazmağı, fikirlərinizi bildirməyi unutmayın. Kanalıma abunə olaraq mənə dəstək olmağı da unutmayın. Hələlik növbəti vloqlarda görüşərik.